Sizə işləyən geyimləri necə toplamaq olar? Geyimlər işləyəndə bu o deməkdir ki, onlar hər şeyi sizin yerinizə edir. Səhərlər nə geyinəcəyinizi düşünərək vaxt itirmirsiniz. Geyimlərin bir-biri ilə uyğun gəlməyəcəyindən narahat olmursunuz. Hər şey öz-özünə uyğunlaşır və siz sadəcə bundan zövq alırsınız. Buna necə nail olmaq olar? İlk növbədə alış-verişdən yox, özünüzdən başlayın. Kim olduğunuzu, necə yaşadığınızı, nəyi sevdiyinizi və geyimdə özünüzü necə hiss etmək istədiyinizi anlayın. Məsələn, əgər daim hərəkətdəsinizsə, hər gün üçün klassik kostyum sizə uyğun olmayacaq. Amma yaxşı cins şalvar, rahat ayaqqabı və bir neçə köynək sizin üçün əsas seçim ola bilər. İkinci olaraq bazanı internet siyahılarına görə yox, özünüzə uyğun qurun. Ağ tişört klassikdir, amma siz onu geyinmirsinizsə, sizin qarderobda da yer tapmayacaq. Ola bilər ki, sizin üçün baza qırmızı don və göy pencəkdir. Üçüncü olaraq ayrı-ayrı geyimləri yox, bütöv obrazlar haqqında düşünün. Yeni aldığınız parçanın mövcud geyimlərinizlə zehnində uyğunlaşdırın. Əgər kombinləmirsə kənara qoyun. İşləyən geyimlər odur ki, hər bir parça digərləri ilə uyğunlaşır.